Naxçıvan Ali Məclisinin daxili nizamnaməsinə dəyişiklik edilib. Bölgə TV Modern Azərbaycandan xəbər verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib. Yeni dəyişikliyə əsasən deputatın üzürsüz səbəbdən iştirak etmədiyi iclasların sayı 10-dan 5-ə endirilib. Mövcud qaydaya görə Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzürsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində İntizam Komissiyası təqdimatla müraciət edir. Yeni dəyişikliyə əsasən deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni 5 iclasda üzürsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv edilə bilər. Bunun üçün Ali Məclisin sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsinin intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər. İntizam Komissiyasının üzvlərinin sualları verilə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı ən azı 23 səs çoxluğu ilə qəbul edilir. Dilbər Vüqar qızı, Bölgə TV.